Dünyagözün Azərbaycandakı xəstəxanasının baş həkimi Kənan Yıldırıma cinayət işi açılıbmı? Bununla bağlı Azərbaycan mediasında, sosial şəbəkələrdə çox geniş xəbərlər yayıldı. Biz də media olaraq bunu araşdırmaq istədik, amma xəbəri verməzdən öncə mən Dünyagözlə danışdım və bizə bildirdilər ki, əksinə məlumat belə deyil. Məlumat nədən ibarətdir? Bir il öncə bura bir nəfər 66 yaşlı kişi müraciət eləyir, ağır şəkər xəstəsi olur və müraciət eləyəndə həmin şəxsin dedilər ki, görməsi sıfır olub. Bu rəsmi qeyddə var, müayinə qeydidir bu. Yalnız deyir, şəxs müraciət eləyən pasiyent əl hərəkətlərini hiss eləyirdi. Amma müalicə edildi, müayinə və əməliyyatdan sonra adamın görməsi 30%-ə qalxır. Və insana bildirirlər ki, sən artıq gedə bilərsən, sən öz şəkərini diqqətə saxlamalısan. Çünki şəkər xəstəliyi belə bir hadisədir ki, xəstəlikdir ki, göz dibi damarları, ümumiyyətlə böyrək damarları, ən xırda damarları vurub sıradan çıxaran bir xəstəlikdir, onu qorumayanda, onu izləməyəndə. 6 ay keçir, 6 aydan sonra həmin şəxs yenidən müraciət edir ki, artıq gözündə başqa problem yaranıb, qlakoma deyilir. Yəni gələndə mirvari suyu kataraktaydı, dediyim kimi, o 0% görməklə gəlmişdi. Və indi qlakoma deyirlər yaranır və Dünyagöz nümayəndələri bildirirlər ki, sənin müalicən var, müalicə bunlardan ibarətdir, bunu eləməlisən. Xəstə imtina eləyir müalicədən Dünyagözdə və gedir. Başqa yerdə lazer əməliyyatları, iynələr və s. və ilaxır həyata keçirir. Bir ilin tamamında gəlir ki, bəs siz məni kör eləmişsiniz, siz məni bəs xəstələndirmişsiniz və s. və ilaxır. Müraciət edir Sabah rayon prokurorluğuna, araşdırma başlayır. Həkimlə bağlı cinayət işi başlamır. Cinayət işinə xitam verilir. Yəni, ümumiyyətlə başlanması geri qaytarılır. Çünki cinayət işinin başlanması üçün əsas görmürlər. Bu da rəsmi məlumatdır. Qarşı tərəf, şəxs, pasiyent müraciət edir məhkəməyə, məhkəmə də araşdırır, yenidən rədd edilir bu material. 3 dəfə pasiyentin müraciəti rədd edilir, çünki həkim də, Səhiyyə Nazirliyi nümayəndələri də çox geniş bir araşdırma aparılıb və sübuta yetirilib ki, həqiqətən də pasiyentin ondan sonra yaşanan problemlərinin Dünyagözlə bağlılığı yoxdur və qeyd elədiyim kimi hansı məsələləri də onu mən sizə vurğuladım və bunlar rəsmi qeydlərdədir, rəsmi müayinə kağızlarındadır. Dünyagöz isə Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikasının birinci vitse-prezidentinə, hüquq mühafizə orqanlarına, məhkəmə orqanlarına artıq müraciət ünvanlayıb ki, bu xəbər deyirlər ki, bizim etimadımıza, işgüzar nüfuzumuza ciddi xələl gətirib. Bizim foto paylaşılıb, baş həkimin fotosu və onun haqqında cinayət işi başlanılmadığı təqdirdə belə başlıqda o yazı gedib. Və eyni zamanda vurğulayırlar ki, xəbərin içində belə cinayət işi olmadığı, bu məsələyə xitam verildi yazılsa da, başlıqda olan o çağırış həkimin və ümumiyyətlə səhiyyə sisteminin bura müraciət edən xəstələrin həkimə olan münasibətinə, etimadına ciddi zərər vurubdur. Və Dünyagözün ən çox bildirmək istədiyi məsələ bundan ibarətdir ki, əgər pasiyent həqiqətən də o şəxsin şikayəti var idisə, ona deyir, biz etiraz eləmirik, şikayət eləyib lap yaxşı. Amma bizim mövqeyi deyir, gərək soruşaydılar və məncə burada haqlıdırlar. Deyir, bizim mövqeyi öyrənmək lazım idi. Bizim mövqeyi soruşaydılar, hər iki xəbəri verərdilər. Və bununla bağlı artıq Dünyagöz tərəfindən, yəni əsas vurğuladıqları məsələ budur ki, biz deyirlər ki, həkim etimadını və bizim həkimin etimadını, öz brendimizin etimadını, işgüzar nüfuzumuzu qorumaq üçün bütün hüquqi vasitələrə əl atacağıq.